tullanaraq başla vurmaq, Aha. şeydir, sürət gücü. Sürət gücüydür. Mən deyərəm ki, futbol topunun yan xəttdən atılması da sürət güclüyü yetirməlidir. Yox, niyə çeviklik olmur? Vallahi yan xəttdən atılmada sürət güclüdür. Allah hamd olsun. Aha. Hə, yaxşı. Belə deyək də, hər hansı bir idman növündə texniki, taktiki fəaliyyətin əlverişli üsuluna yiyələnmək səncə fizik tərbiyənin hansı formasına aiddir? Fizik tərbiyənin hansı formasına aiddir? Əlverişli şey, bir dəqiqə mən deməyin, fiziki tərbiyə ümumi orta. Ümumi orta ilə. Amma təkmilləşdirməsi desəydim? Tam ortadır. Aha. Yaxşı. Bəs bizə sual düşsə ki, sinqa xəstəliyi hansı vitamini idi, Allah? Var idi o bizdə. Sinqa xəstəliyi hansı idi yetirməlim? Sinqa? Hə. O nə dildə day mənim? Ay, mənim var idi, sinqa xəstəliyi də var, düz deyirdi. Yadıma sal, onu da tapacağım. Sinqa vardı. Vallahi sinqa vardı, düz deyir müəllim. Ay, mən bir qırıq şeir gəlmişim. C-di mi? Nə? C vitamini. C vitamini yadında saxla. Sinqa xəstəliyinin yaranmasına gətirib çıxardan C vitamininin çatışmamazlığıdır. Sonra, müəllim, ağız kənarlarında çatlar. B2. B2 olacaqdı. Yaxşı, futbol idman oyunda müəllim, mərkəzdən top birbaşa zərbəni yeni yetirən komandanın öz qapısına daxil olduqda? Küşdən zərbə. Aha, küşdən zərbə idi. Küşdən zərbədən hər kəs neçə metr məsafə gözləyirdi? Futbolda 9-15. 915 metr idi. Yaxşı, futbol idman oyunda qapıçarında top 8 saniyə, özündə 8 saniyədən artıq saxlayarca oyun necə davam edir? Küşdən zərbə. Aha, küşdən zərbə idi. Müəllim, küç qapısının radiusu futbolda nə qədərdir, futsalda nə qədər? 1 metr. 1 metr, o birisində 0,120. Aha, bəs handbolda? Yoxdur onda küç. Aha, handbol idman oyununda ehtiyat oyunçu hakimin icazəsi meydana daxil ola bilər? Bəli, çünki o əvəz etmə xətti. Çünki əvəz etmə xəttimiz var idi. Təşəkkürlər, yetər müəllim.